Bugün vətənimizin ən gözəl şəhərlərindən birində, qədimi Gəncə şəhərində Cüdo bayramıdır. Azərbaycan Cüdo Federasiyasının bir də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə burada möhtəşəm Avropa Kuboku yarışı keçirilir. Bizim yeniyetmələrimiz gördüyünüz kimi bu yarışda iştirak edirlər. Bizim arzumuz odur ki, bu yarışda iştirak edən bizim idmançılarımız layiqincə bizim federasiyamızı, bizim ölkəmizi müxtəlif beynəlxalq yarışlarda təmsil eləsinlər. Və biz görürük ki, bu yarışda həm də Gəncə məktəbinin yetirmələri iştirak edirlər və gələcəyin Mövlud Mirəliyevləri burada böyüyür. Əminik ki, bu yarış bizim idmançılarımız üçün, region idmançıları üçün, ümumiyyətlə Bakı, Sumqayıt, bütün Azərbaycanın ən uzaq güşələrindən bizim cüdoçularımız layiqincə bizi təmsil edəcəklər bu yarışda və fəxri kürsüyə qalxacaqlar. Natiq müəllim, bir şey də qeyd edək. İnşallah bu yarış olub əvvəllər Göygöldə, Qubada və həmçində indi Gəncədə. Daha hansı regionlarda ola bilər? İndi biz hələlik planlaşdırmamışıq, amma biz istərdik ki, müxtəlif regionlarda bu yarışı keçirdək. Bugün Gəncədə özünüz görürsünüz, belə gözəl idman sarayı tikilib və inşa olunub. Burada müxtəlif ən yüksək dərəcəli, ən yüksək səviyyəli yarışları biz keçirdə bilərik və arzumuz odur ki, bu yarış gələcəkdə də həm Gəncə şəhərində keçirilsin və burada bu arenada Avropa birinciliyi həm gənclər, həm yeniyetmələr arasında Avropa birinciliyi qəbul eləsin bu saray. Natiq müəllim, qısaca proqnoz. Neçə qızıl medal qazana bilərik? Bilirsiniz, indi çox çətindir proqnoz eləməyə. Mənim arzum odur ki, maksimal nə qədər imkan var, bizim idmançılar fəxri kürsünün ən yüksək pilliyəsinə qalsınlar və bizim himnimiz ifa olunsun, bayrağımız yüksəklərə qalsın. Mən əminəm ki, yarışın sonunda biz bunun şahidi olacağıq.